Şərq yoxsa qərb? Biz şərqə meylənməliyik, yoxsa qərbə meylənməliyik? Bizim cəmiyyətdə bu müzakirələr çox gedir. Ziyalılar, filosoflar, psixoloqlar. Bu çox axmaq bir sualdır. Nəyə görə? Sizə gələn düşünürsünüz ki, güya şərqdə inkişaf elə bir istiqamətlidir, qərbdə də bir istiqamətlidir. Bunlardan biri düz olmalıdır. Bu formal məntiqidir. Bu məntiqin yanlış olduğu artıq nə vaxtdan sübut olunub və bir özünüz də düşünə bilərsiniz ki, necə ola bilər axı? Neçə min il ərzində gələn bu yollardan biri səhv və ya düz olsun. Məsələn, mən özüm çoxlu şeir əzbərləyirəm. Bu şərqin fəlsəfəsidir və ya fəlsəfi kitablar oxuyuram şərqdən. Amma o demək deyil ki, mən qərbin texnologiyasından istifadə etməyim, qərbin fəlsəfi fikirlərindən istifadə etməyim. Mənim salsa dərəcəm var. Məsələn, o bir rəqs var, halbuki bizim Qafqaz kişisinə çox da uyğun görsənməyən bir rəqs növüdür. Mən orada rəqsə getmişəm. Dediyim kimi, sənin özünün bir yolu olmalıdır da. Sən bilməlisən sən kimsən və həyatda hansı sahələrə özünə cəlb etmək istəyirsən. Qiraətçi olmaq istəyirsən, məclislərdə şeir demək istəyirsən, yaddaşı gücləndirmək istəyirsən, süni zəkadan faydalı istifadə etmək istəyirsən. Bunun əsasında sən qərar verirsən ki, sənə nə lazımdır. Yoxsa şərq və qərb sualını verib, yəni belə gülünc, axmaq sualı verib, ondan sonra həyat istiqaməti götürməyin çox yanlış bir yoldur. Təhsil sisteminin yetişdirdiyi ziyalıların da layiq olduğu yol.